Necə göstərə bilərsiniz? Kim deyə bilər? Hə? Uşaqlar, kök altda 3-ü kök altda 3-ə vuranda bir kökün altında yazmaq olar. Düz deyilmi? 3 vurulsun 3 kimi. Dərəcə 2, dərəcə 2. Bu 2 dənə 3-dən nə çıxır? Bir dənə çıxırmı? Bir dənə 3-ün yerinə nə yaza bilərəm? Kökdə 3 vurulsun kökdə 3 yaza bilərəm. Üzərinə gəlirəm. Nəyi? Kökdə 3-ü. Uşaqlar, kökdə 3 burada, kökdə 3 burada. Neynədim? Mötərizənin çölünə çıxartdım. Nə qaldı? Kökdə 3-ü çıxartdım. Nə qaldı? Kökdə 3. Plus nə qaldı? 1 qaldı. İndi uşaqlar, məsələn, kökdə 7A, üzərinə gəlirəm kökdə 3A. Kökdə 7A-nı, bax, kökdə A vurulsun kökdə B. İkinci dərəcədən yazılmayıbsa, deməli neçənci dərəcədəndir? İkinci dərəcədəndir. İndi bunu bir kökün altında yaza bilərəm də, A vurulsun B kimi. İndi bunu bir kökün altındadırsa və yaxud ayrı köklərdə yaza bilərəm də. İndi bunu kökdə 7 vurulsun kökdə A kimi yaza bilərəm də. Kök altında 7-ni kökdə 7 vurulsun kökdə A yaza bilərəm. Deməli, üstə gələk, kökdə 3 vurulsun kökdə A kimi yaza bilərəm. Eyni kökün altına salıblar da, ayrı-ayrı kökdəymiş. Bərabərdir. Kökdə A, kökdə A. İkisində də eynidir. Mötərizənin çölünə çıxardıram. Kökdə A-nı mötərizənin çölünə çıxartdım. Nə qaldı? Kökdə 7. Üzərinə gəlirəm. Kökdə A-nı mötərizənin çölünə çıxartıram. Nə qaldı? Kökdə 3. Uşaqlar, məsələn, x plus kökdə x veribdir. Neyniyəcəm? X-i necə göstərəcəm? Kökdə x vur kökdə x. Müəllim, kökdə x vur kökdə x-i bir kökün altına salanda x vurulsun x olur. 2 dənə x-dan da 1 dənə x çıxır. Deməli, üstə gələk, kökdə x olur. Kökdə x-lar mötərizənin xaricinə, yəni ki, ikisində də olduğuna görə çölünə çıxır. Birini çıxartdım. Nə qaldı? Kökdə x plus bunu çıxartdım. Yerdə nə qaldı? 1 qaldı. İndi uşaqlar, kökdə 15, üstə gələk kökdə 21 verib. Neyniyəcəm bunu? Neyniyəcəm? Bunu necə yazacam? 3 vur 5 kimi. Bunu necə yazacam? 3 vur 7 kimi. Ayrı-ayrı kökdə yazacam. Kökdə 3 vurur kökdə 5. Eyni dərəcədəndir də. Bunu da yazacam. Kökdə 3 vur kökdə 7. Uşaqlar, indi yerinə qoyuram. Kökdə 3 vur kökdə 5. Kökdə 3 vur kökdə 7. Uşaqlar, hər ikisində nə var? Kökdə 3-lər var. Mötərizənin çölünə çıxardacam. Kökdə 3-ü çıxartdım. Yerdə nə qaldı? Kökdə 5. Kökdə 3-ü çıxartdım. Yerdə nə qaldı? Kökdə 7. Vəssalam. Belə yazırsınız. Məsələn, A kökdə M, üstə gələk M kökdə A. Bəs bunu nə edəcəm? Müəllim, burada A kökün altındadır. Burada da çölündədir. İndi bunu nə edə bilərik, uşaqlar? Gəlin, belə eləyəyin. Bunu, bax, A kökdə M-i bu ikinci dərəcədəndir, yazılmayıb. A-nı kök altına salanda, A kvadratı kimi girir. Dərəcə 2-dirsə, A kvadratı kimi girir. İndi A-nın nəyidir bu? Kvadratıdır. Kök altına necə girəcək? A-nın kvadratı kimi girəcək. Və burada da nə var? M var. Yazıram. Kök altına girəndə dərəcə 2-dirsə, bax, məsələn, A-nı deyirəm kök altına salın. İkinci dərəcədən də yazılmayıb, A-nın kvadratı kimi girir. Bəs üçüncü dərəcədən olsa,
A-nın kubu kimi girəcəyik. Dərəcə neçədirsə kök altına elə girir. Dərəcə burada yazılandır. Bu nədir? Üstə yazılandır. İndi A kvadratı M olduğu kimi qalır. Üstə gələk. M-i kök altına salır. Müəllim, burada dərəcə 2-dir. Dərəcə 2-dirsə, kök altına M kvadratı kimi girir. Vurulsun A olur. Bərabərdir. Bərabərdir. Müəllim, bunu yazırıq. Deməli, vuruqlara ayırın. Aha. Bunu yazırıq ayrı-ayrı kökdə. A kvadratı vurulsun kökdə M. Üstə gələk. Kökdə M-in kvadratı vur kökdə A-ya. Bərabərdir. Müəllim, A burada var, A burada var. Kökdə A-nın biri çölə çıxır. M burada var, M burada var. Kökdə M-in biri çölə çıxır. Müəllim, burada bir dənə A qaldı. Qalır kökdə A. Müəllim, burada birdən M qaldı. Üstə gələk kökdə M. Bərabərdir. Bunu belə də yazılır. Kökdə A-M bir kökün altında. Kökdə A üstə gəlinsin. Kökdə nədir? M-dir. Sonra kökdə A çıx 3 A-ya. Bərabərdir. Kökdə A-nın özünü yazıram. Çıx 3 A-nı necə yazacağım? A nə deməkdir? Kökdə A vur kökdə A deməkdir. 2 dənə A-dan bir kökün altına salanda bir dənə nə çıxır? A çıxır kök altından. Bunu yazacağım. Kökdə A çıx 3 kökdə A vur kökdə A-ya. Bərabərdir. Kökdə buradadır, kökdə buradadır. Hər ikisindən mötərizə çölünə çıxardacağım birini. Kökdə A-nı çıxartdım. Yerində nə qaldı? 1 qaldı. Kökdə A-nı çıxartdım. Yerində nə qaldı? 3 kökdə A qaldı. İndi uşaqlar bizə verib kökdə 5A çıx kökdə 2A. Bərabərdir. İndi nə edəcəm? Kökdə 5 vurulsun, kökdə A deməkdir. Ayrı-ayrı kökdə yazıram. Çünki dərəcələri 2-dir. 5-in də, A-nın da. Ayrı-ayrı kökdə yazıram. Kökdə 2, kökdə A. Uşaqlar, hər ikisində kökdə A-lar var. Mötərizənin çölünə çıxardıram. Nə qalır? A-nı çıxartdım. Nə qaldı? Kökdə 5. A-nı çıxartdım. Nə qaldı? Kökdə 2. İndi uşaqlar, bizə verib X kökdə Y, üstə gələk Y kökdə X. Müəllim, burada necə eləyək ki? Yəni ki, mötərizənin çölünə çıxarda bilək. Hər ikisində eynidir. Eyni deyil. Onda X-ı kökün altına salın. Y qalır. Dərəcə 2-dir yazılmayıb. Dərəcə 2-dirsə, X üstü həmin dərəcədən girir. Dərəcə neçədir yazılmayıb? 2. 2-dirsə, Y üstü 2 kimi girir içəri. Bərabərdir. Uşaqlar, YX burada, XY burada. XY'ni çıxardacam mı? X-dan birini, Y-dən birini. Vur. Burada nə qaldı? Kökdə X-in biri qaldı, X-in biri çıxdı, biri qaldı, Y-də çıxdı, heç nə qalmadı. Üstə gələk, X çıxdı, kökdə nə qaldı? Y qaldı. Deməli, cavabımız nə olacaq? Belə olacaq. Sonra, məsələn, bizə deyir ki, nömrə 34-də kəsri ixtisar edin. M kvadratı çıx 3 böl M üstə gəlinsin kökdə 3 veribdir. Bərabərdir. M kvadratının özünü yazıram. Müəllim, burada kvadrat yoxdur. Bəs yaxşı, 3-ün kvadratı 9 eləyir. Burada da 3 verilibdir. İxtiyarım çatmır. 1 olsa yaza bilərdim kvadrat üstündə.
3'dür bu. Kök altda 3'ün kvadratı nə eləyir? İkinci dərəcədən də yazılmayıb. 2'lər gedir, nə qalır? 3 qalır. Deməli 3'ü kök altda 3'ü nəyə kimi yazacağım? Kvadrat. Yəni bu kvadratlar bu dərəcə gedib 3 qalıbdır. Ona görə 3'ün yerinə Müəllim, kayd edirsiniz. aha, bəli. Kök altda 3'ü nəyə yazacağım? Kvadratı yazacağım. M üstə gəlinsin. Nə yazıram? Kökdə 3 yazıram. Uşaqlar, bu kvadratlar fərqidir. Bir dəfə üstə gələyi, bir dəfə çıxağı, bir dəfə də M plus kökdə 3. Bunlar gedir, nə qalır? M çıxılsın, kökdə 3 qalır. İndi bizə ikincidə verib ki, x plus kökdə 2, 2 minus x-in kvadratı bərabərdir. Uşaqlar, bu nə deməkdir? Kökdə x vuraq kökdə x demək deyilmi? Lap da yazaq bunu belə. Qəsrini deyir, ixtisar edin. 2 minus x-in kvadratı, bu nədir uşaqlar? Bunun özünü saxlayıram. Bu bizə heç nə vermir, surət. Bu 2, kökdə 2'nin nəyidir? Kvadratı. Çünki kökdə 2'nin kvadratı 2'lər gedir, 2 qalır. 2'nin yerinə yaza bilərəm kökdə 2'nin kvadratı. Burada da x kvadratıdır. Bərabərdir. Buna a kimi, buna b kimi baxsaq, kökdə 2 plus x, kökdə 2 minus nə olacaq? X olacaq. X plus kökdə neçə olacaq? 2 olacaq. X plus kökdə 2'lər gedir. Qalır 1 böl kökdə 2 çıxılsın x-a. Yəni ixtisar edin deyir. Mən də ixtisar elədim. İndi məsələn 3-cüdə bizə verib a çıxılsın b. Kökdə a üstə gələk kökdə b. Bərabərdir. Bərabərdir. Bu nəyin? Bax, burada yazıram kökdə a. Üstə gələk kökdə b-nin özünü yazıram. Heç nə yaza bilmərəm məxrəcdə. Ona görə özünü saxlayıram. Bəs a bu kök altındadır, bu kök altısızdır. Bu kök altda a-nın nəyidir? Kvadratıdır da. 2'lər gedib a-nın özü qalır. İndi a-nın yerinə ixtiyarım çatırmı kök altda a-nın kvadratı yazmağa? Bəli. B-nin yerinə kök altda b-nin kvadratı yaza bilərəmmi? Bəli. Bu kvadratlar fərqi bir dəfə üstə gələyinə, bir dəfə çıxağına nə olur? Bərabər olur. Bərabərdir. Kökdə a, çıx kökdə nəyə? B-yə. Sonra b minus 25 böl kökdə b çıx 5'ə. Bərabərdir. Müəllim, kökdə b çıxılsın 5'in özünü saxlayacağım. Bu bizə heç nəyi vermir. Bu kökdə b kvadratıdır. 25 də 5'in kvadratıdır. Kökdə b-nin kvadratı çıx 5'in kvadratı bərabərdir. Müəllim, kvadratlar fərqi. Bir dəfə üstə gələyi, bir dəfə çıxağı, burada da kökdə b çıx 5, bunlar da gedir, qalır kökdə b plus 5'ə. İndi 5-cidə bizə deyir 3 plus kökdə 3 böl kökdə 3'ə. Və bizə deyir ki, kəsrini ixtisar edin. Nə edəcəm? Gəlin ixtisar eləyək. Bu kökdə 3 qalır. Bu kökdə 3 vur kökdə 3 deməkdir. Uşaqlar, kökdə 3'ü kökdə 3'ə vuranda ikinci dərəcədən, ikinci dərəcədən bir kökün altında yaza bilərəm. Eyni dərəcədən olanda. 3 vurulsun 3. 2 dənə 3'dən 1 dənə 3 çıxır. İxtiyarım çatır da 3'ün yerinə kök altda 3 vurulsun, kök altda 3 yazmağa. Üstə gələk nə yazıram? Kökdə 3 yazıram. Uşaqlar,
Kökdə 3 qalır. Kökdə 3-ün birini çıxardıram. Kökdə 3-ün birini çıxartdım. Yerdə qaldı kök altda 3. Kökdə 3-ün birini çıxartdım. Yerdə qaldı 1. Bərabərdir. Uşaqlar, kökdə 3-ləri ixtisar elədim. Qaldı yerdə kökdə 3 plus 1. İndi bizə belə bir misal veribdir. Kökdə 10, üstə gələk 10, böl kökdə 10-a. Müəllim, kökdə 10 vurulsun, kökdə 10 yazacağım. Çünki 2 dənə 10-u vuranda bir kökün altında yazmaq olar. Bundan da 10 çıxır. Müəllim, onun yerinə, kökdə 10 qaldığı, kökdə 10 vurulsun, kökdə 10 yaza bilərəm. Bu da kökdə nədir? 10'dur. Müəllim, burada kökdə 10, burada kökdə 10. Mötərizənin çölünə çıxır. Müəllim, burada heç nə qalmadı. 1 qaldı. Müəllim, burada kökdə 10'un biri çıxdı. Nə qaldı? Kökdə 10 qaldı. Burada da nə olur? Kökdə 10 olur. Kökdə 10'lar gedir. 1 plus nə oldu? Kökdə 10 oldu. Sonra bizə verib 7-cidə x minus kökdə x çıx 1. Kim deyə bilər bunu? Necə yazacağıq? Bax, deyir ki, kəsirini ixtisar edin. Necə yazacağıq? Cavabı necə alacağıq? Kök altda x-ız. 2-də kök altda x yazsıq. Çıxılsın kökdə x. Bölünsün kökdə x çıx 1. Kökdə x-in mötərizə xaricində çıxaracaq. Qalacaq kökdə x. Mötərizə xaricində 1 çıxılsın. Kökdə x çıxartdım. Burada nə qaldı? 1. Burada nə qaldı? Burada da kökdə x çıxılsın 1. Kökdə x çıxılsın 1-ə ixtisar gedir. Qalır kökdə x. Cavabımız nə olacaq? Kökdə x olacaq. Ha, sağ ol. İndi 4 çıxılsın kökdə 10, a çıxılsın 16. Bunu necə yazacağıq? Müəllim deyim. De görüm. Müəllim 4 vuraq. Kök altında a. Yox, müəllim kök 4 vuraq, hə. Kök altında a çıxaq 4. 4 çıxılsın kökdə a-nın özünü saxlayıram. Bəs Hə. bu nə? A nə kökdə a-nın nəyidir? Kök altında a-nın kvadratı minus 4-ün kvadratı. kvadratı. Bu O da nədir? eləyir 4 a plus b. Kökdə a üstə gələk. 4 çıx 4. 4 çıxılsın. Nədir bu da? Kökdə a-dır. A. Müəllim, O burada deyir, kök A altda plus a çıxılsın 4'dür. Müəllim, burada 4 çıxılsın kökdə a-dır. Yerlərini dəyişəndə bunun mənfi qabağa gedir. Kökdə a çıx 4. Yerini dəyişirik də. Burada kökdə a birinci gəlir. Burada kökdə a ikinci gəlir. Kökdə a plus 4 düzəldirik birinci. A minus 4. Kök Bunlar altında. gedir ixtisar. Nə qalır uşaqlar? Mənfi 1 bölək a kök altında a plus 4. Aha, pis. Mənim İndi, sizə soruşma olar. aha, de görüm. Nurəddin müəllim 4 çıxılsın kökdə a idi. İndi kökdə a plus 4 olmalı idi. Yerini dəyişdirəndə işarəsi də dəyişməli deyildi. Niyə ki? 4 çıxılsın. Bax. 4 çıxılsın kökdə a-nın yerinə qabağına mənfi qoyuram. Nə oldu Rasim? İşarələr əksinə dəyişir də. Kökdə çıxılsın 4 olur da Rasim. Hə. Ona görə mənfini çıxartdım mötərizənin çölünə. Yerini dəyişəndə mənfini çıxardım. Ancaq müsbət olanda, məsələn, kök altda a plus 4'ü belə də yazmaq olar. 4 plus kökdə a. Ancaq kök altda çıxılsın 4'ü, 4 çıxılsın kök altda yazmaq üçün mənfini qabağa verin. Yaxşımı? Yerini dəyişin. Oldu, onu başa düşdüm. Aha. İndi bunu necə həll edə bilərsiniz?
Necə həll edə bilərsiniz uşaqlar? Deyim müəllim. De görək. Burada müəllim A-nı kök altda A, vur kök altda A yazırıq. Çıx kökdə A. Sonra kökdə A-nın mötərizə xaricini çıxarırıq. Qalır kökdə A çıx 1. Aha, kökdə 2 dənə kökdədən birini çıxartdım. Burada birini çıxartdım, qaldı Kökdə A kökdə çıx A. 1. Bu kökdə çıxdı, yerində Məxrəcdə 1 3 qaldı. kökdə A. 3 kökdə A. Kökdələr getdi, ixtisar elədim də. Sonra alan bir gedir. A çıx 1 böl 3. Sonra 6 üstə gələk kökdə B. 6 kökdə B. Burada nə oldu? 6 kökdə B. Üstə gələk B-yə. Bunu necə eləyə bilərik uşaqlar? Mən kökdə A üstə gəlsin. 6 Mən üstə bunu gələk kökdə B-ni saxladım. Bu bizə heç nə Haydi. vermir. 6 kökdə B-nin də özünü Altı- saxladım. Bunu altı necə kökdə yaza B bilərim? plus kökdə B vurasın kökdə B. Aha. olsun kök. Kökdə B-ni orta məxrəc sarı 6. Kökdə B-ni mötərizənin çölünə çıxartdım. Hər ikisində olduğuna görə burada qaldı 6. Və Kökdə B-nin birini çıxartdım, altı. qaldı kökdə B. Uşaqlar, üstə gələyi eyni orada şeydir. Yerini ixtisar gedir dəyişmək kök 1 lazım bölsün deyil. kökdə 6. Всё. Bir Vəssalam. bölsün kökdə. İndi uşaqlar, belə bir misal verib. Nömrə 11-dir. 2 kökdə x, Nigar, qulaq asırsanmı? Uşaqlar, qulaq asırsınızmı? 5 kökdə Bəli, y, bəli. 4x çıx 25y. Dişim başım şişib deyirək sizdən. Danışa da bilmirəm. Deyin görün uşaqlar. Mən də mənim boğazım ağrıyır xəstə. Hə, elə mən də o gündəyəm. Birindən qutarsan o birisinə düşürsən. Bilmirsən nə gəzir burada, havada. Bəli. 2 kök altında x plus 5 kök altında y qalacaq. Sonra olacaq Hı hı. 2 x-in kvadratı çıxaq 5 y-in kvadratı. Burada 2'nin kvadrat yoxdur kvadratı axı. x. Müəllim yazsın 2'nin kvadratı x. Nəyin? Hə, 2-nin Niyə? kvadratı x. Kökdə 4x-in kvadratı olmurmu? Hə, müəllim. Çıxaq kökdə 25 y-in kvadratı. O da Sürətini eləyir özün 2 saxlayıram. kök altında x plus 5 kök altında y 4 kök 4x çıxaq 4x çıxaq 5y 4x plus 5y. Yenə də bizə heç nə vermədi axı. Uşaqlar, bunu da Mən bir dörtdən- kökün altına, bunu da kökün altına salaq. Nə olur? 2 kökün altına girəndə necə girir? Dərəcə 2-dir. Köşdə 4x. Bax, 2-ni kök altına salın uşaqlar. Dərəcə 2-dirsə 2-nin kvadratı kimi girir. 2-nin kvadratı da kökdə 4 oldu mu? Bəli. 25 y oldu mu? Bəli, Bəli. köşdə 25y. Burada da nə oldu uşaqlar? 4x Bu nədir? kök Kökdə altında 4x çıx. Bir dəfə çıxartma, bir Kökdə dəfə 25 y. Ay sağ ol. Kökdə 4x üstə gələk kökdə 25 y. Bunlar gedir. 1 bölək kökdə 4x çıx kökdə 25. Nə qalır uşaqlar? Y qalır. Uşaqlar, indi irrasionallıqdan qurtarağın. Birinci. A bölünsün kökdə 3-ü irrasionallıqdan qurtarın deyir. Nə edəcəyik uşaqlar? Məxrəcə vuracağıq. A-nı da kökdə 3-ə vuracağıq. Məxrəci də surəti də kökdə 3-ə vuracağıq. Məxrəc neçədirsə, məxrəci surəti də məxrəcin özünə də vurursunuz. A kökdə 3. Bir kökün altında yazıram. Bu da nə oldu? 3. Burada da nə oldu? A kökdə 3. Всё, belə də qalır. İndi 4 bölünsün kökdə 2-ni kim deyə bilər?
belə cavab yoxdursa. Necə eləyəcəyik? İrrasionallıqdan qurtarasıyıq. İrrasionallıqdan Kök- qurtarmaq üçün nə edəsiyik? 4 vuraq kök altında 2. Məxrəcdə Kök- də olacaq kök altında 2 vuraq kök altında 2. O da edir 4 kök altında 2. O da edir bir dənə kök altının altında 2 vuraq 2. Bunun altında yazırıq. Ay sağ olun. Aha. Bərabərdir. Kök altında 2 bölə 2. Bunlar da nədir? İxtisar gedir. 2 kökdə nə qalır? Deməli cavabım belədir. Əgər belə cavab almısınızsa, elə cavab yoxdursa, tez irrasionallıqdan nə eləyin? Qurtarın. İndi bunlar da ona aiddir. 3 bölünsün 2 kökdə A. Bunu nə edəcəksiniz? Sürətdə 2 kökdə A-ya nə edəcəksiniz? 2 kökdə A-ya vuracağıq. Ay sağ ol. Sürətdə məxrəc. 3, 2 kökdə A. Onda 4A eləyir məxrəcdə, 6A 6 kök altlarda sürətdə. 3 kökdə A, Bölünsün 2A. 2 A-ya. Bəs belə cavab yoxdursa? 3 kökdə A, 2. Bu nə deməkdir? Kökdə A vurulsun, kökdə A deməkdir. Kökdə A'lar gedir. 1,5, 3-ü 2-yə böləndə 1,5 böl nəyə? Və ya 1 bölünsün kök altda A-ya. Yəni ki, belə, baxın. 1,5 vur, 1 bölünsün kök altda A-ya. Belə də cavab ola bilər, uşaqlar. Diqqətli olun. İndi uşaqlar, 1 bölünsün kökdə x plus y. Uşaqlar, bir irrasionallıqdan azad eləyin. Sürətdə məxrəcdə kök altında x üstə gəl y-ə vururuq. Qoşmasını. Üstə gələk olanda qoşmasını. Çıx olanda qoşması. Qoşması. Üstə gələyin qoşması mənfidir. Mənfinin qoşması. Müsbət. Aha. Gəlin qoşmasına vuraq. Kökdə x plus y-i vururam nəyə? Vaxt tamamdır. Dayanın uşaqlar. Dayanın.